Ay Asiman, sənin necə dünün gəldi Elladiya səndən ayrılıram deməyə. Yazıq qız, toyaza da hazırlıq görmüşdü. Görələsəm, mamam üçün nə edəcəkdi? Təzə diş əkdirəcəkdi, dümab bax Hollywood ulduzları kimi. Bir dənə Hollywood ulduzumu satmır ya. O işdə sən düzün koşmursan ala. Asiman, süfrəyə bax. Biabır olmuşuq. Atın rəhmətlik sağlığında ömründə belə bazarlıq eləməmişdi. Necə ki Ella da eləyib bu bazarı. Ay sağ ol. Mən deyirəm ala, soruşuram süfrəni kim açıb gözünüzü qaçırdırsana məndən. 50 alalım bunları. Bir diyanın bir dənə bir spit eləyək də, bir salam mələkim eləyək də la. 50 adam. Süfrəyə görə o boyda rəhmətlik kimi gözdən salırsa. Yaxşı da, yaxşı, az deyil. Mən deməmişəm özdə, mən İsabalaya dedim, o getdi dedi. Hə? Bəs İsabala Elladaya o sözü deyəndə Ella da nə atvet verdi ona? Atvet abi. Başqa İsabala hanı? Hardadır? Ağız harda olacaq? Elladanın qanadı altında.